Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər və hörmətli müəllimlər. Bugün Anabacı əsərinin həm oxusunu verəcəm, müəyyən qədər də təhlilini verməyə çalışacağam. Kiminsə vaxtı yoxdursa oxumaq üçün bu hekayəni, yəni yolda gedərkən, avtobusda gedərkən, yəni qulaq asa bilərlər bu əsərə və yaxud da ki, evdə yemək bişirərkən, əgər vaxtınız yoxdursa oxumağa qulaq asa bilərsiniz. Və keçirik Anabacı əsərinin oxusuna, eyni zamanda da dediyim kimi təhlilini verməyə çalışacağam. İnşallah bu hekayədən sonra da müəyyən başqa hekayələr, başqa hekayələrdən və əsərlərdən izah verəcəm. Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Biz burada Anabacının artıq təsvirini görürük ki, portretini görürük ki, arıqdır, yamaqlı olmaq, yəni yamaqlı çarşab ondan xəbər verir ki, artıq bu insanın maddi vəziyyəti yaxşı deyil. Kasıb bir qadındır, yəni qadın çıxdı. 60 yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq, burada bilir ki, biz Anabacının artıq 60 yaşı var. Deməli, müəllifə kağız parçası uzadır və oğlum, al bu kağızı oxu, gör kimə çatacaq, dedi. Bu sözləri elə yanıqlı bir səslə, elə miskin bir tərzdə dedi ki, ürəyimdə hiss etdiyim ağrıdan bütün vücudum titrədi. Gözlərim dərhal gözlərinə dikildi. Ruhunun, qəlbinin iki dumanlı pəncərəsi olan o donuq, o sönük gözlər 60 illik səfil həyatının acı, fırtınalı tarixindən nələr söyləmirdi. 60 xəzanın şahidi olan o şikayətçi gözlər həyatının uçurumlu və tikanlı yollarında yıxıla-yıxıla süründüyü zaman ona daş qəlbi ilə laqeyd baxan milyonlarla gözlərə nələr anlatmırdı. Mənə uzatmış olduğu özü qədər solğun, deməli biz burada əslində kağız parçasının da təsvirini görürük ki, solğun, yəni özü qədər solğun sarı kağız parçasını alıb oxudum. Ata-baba, qulu oğlu 6 baş ailə sahibidir. Kağızda nə yazılmışdı? Ata-baba, qulu oğlu 6 baş ailə sahibidir. Kağızda yalnız bu cümlə yazılmışdı. Kağızı ona uzadaraq, nənə, ata-baba kimdir, deyə soruşdum. Qadın üzümə dik baxaraq, mənim oğlumdur, dedi. Bu dəfəki səsində bir dirilik, bir ümid əsəri vardı. Siması indi başqa bir rəng, başqa bir şəkil almışdı. Yenə birdən-birə əvvəlki tərzdə, bu kimə çatacaq, sən onu oxu, dedi. Nənə, o xüsusda bir şey yazılmamışdır, dedim. Qadının qolları ümidsiz bir halda yanına düşdü. Allahu Əkbər. Bir həftədir ki, bu kağızı yazdırıb başa çıxarda bilmirəm. Artıq biz buradan görürük ki, Anabacı bir həftədir ki, bu kağızı yazdırıb başa çıxarda bilmir. Biz Anabacının eyni zamanda, yəni yazıb oxumaq bilmədiyin də buradan aydın olur bizə, deyə üzü bulut kimi qaraldı. Burada da gözəl təsvirdən istifadə olunubdur. Üzü buluda bənzədilir. Ruhunu sızladan, həzin çırpıntılara, qəlbini inlədən dərin yaralara tərcüman olmayan bu kağız parçasını iki barmağı arasında sıxaraq çaşqın bir halda bəs mən nə edim, deyə yavaşca pıçıldadı. Səfalətin canlı bir heykəli olan o qarnın almış olduğu vəziyyət məni də çaşdırdı. Müəllif Anabacını səfalətin canlı bir heykəlinə bənzədir. Ona baxaraq düşünürdüm. Bu zavallı qarı 60 illik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ifadəni neçə dəfə təkrar etmişdi. Bəs mən nə edim? Neçə dəfə bu dumanlı və qaranlıq sual cavabsız qalaraq ürəyinin dərin güşələrinə gömülmüşdü. Bəs mən nə edim? Neçə dəfə bu kar və dilsiz mühitdən bu acı sualına cavab ala bilməmişdi. Burada kar və dilsiz mühit deyərkən, yəqin ki, burada cəmiyyətin laqeydliyindən söhbət gedir ki, yəni cəmiyyətin necə laqeyd olmasını bizə çatdırmaq istəyir müəllif. Hələ bu qarı tərəddüdlü və çaşqın vəziyyətlə qarşımda durur. Həyatın qorxunc ildırımları ilə alt-üst olan arzular kimi ölgün, boynubükük kağızına baxırdı. Nənəcan, dedim, gəl bizə gedək, sənə istədiyin kağızı yazaram. Müəllif təklif eləyir ki, gedək bizə. Bərabər evə gəldik, oturdu, ailə üzvləri ilə tanış oldu. Müəllifin deməli ailə üzvlərindən tanış olur, anamla dərdləşdi. Ta uşaqlıqdan bəri onu ağır yumruqları ilə əzən dərdlərini, fəlakətlərini bir-bir danışdı. Sonra dərindən içini çəkərək, oğlum, mən deyim, sən yaz, dedi. Mənim oğlum vağzalda qulluq eləyir, əlləri ilə uzaqları göstərir. Orada bir məktəb var, orada oxuyur. Yaz ki, mənim oğlumun heç kəsi yoxdur.
Mən 2 qızımı, 2 də nəvəmi saxlayıram. Sənin başın üçün 3 aydır naxuşdur, üşüdüb qızdırır. Deməli 3 aydır ki, oğul xəstədir, eyni zamanda da 2 qızını saxlayır, 2 də nəvəsini saxlayır. Nənə, bu ərizəni ora nə üçün verirsən? Qulluq versinlər. Vağzalda oğlun nə işdədir? Onu bilmirəm. Bu kağız kimə veriləcək? Naçalnikə. Hansı naçalnikə? Mən oxumuş adam deyiləm, onu sən bilirsən. Yaxşı, sən naçalniki tanıyırsan? Deməli, müəllif sual verir ki, sən naçalniki tanıyırsanmı? Nənə, naçalnik çoxdur. Hansı naçalnikə yazılacaq? Onu bilməliyik, dedim. Dərin bir sükut. Nənə, sən gedi və oğlundan bunları öyrən. Birinci bu ərizə kimə veriləcək? İkinci, oğlun nə iş istəyir və harada istəyir? Sabah bu zaman gəl, kağızını yazaram. Qoca qadın sustu. Biraz düşündükdən sonra başını qaldırıb dedi. Sözüm yoxdur. Ancaq bilmirəm bu ərizənin başında nə işi var ki, bu gün 10 gündür yazılıb başa gəlmir. Deməli 10 gündür ki, bu ərizəni yazıb başa çıxarda bilmir. Əlindəki köhnəlmiş kağız parçasını göstərərək, bax, bunu bir nəfər bir həftəyə yazıb mənə verib. Hansı ki, yazılmış ki, ata-baba qulu oğlu 6 baş ailə sahibidir. Söhbət ondan gedir ki, bir həftədir ki, bunu yazıb veriblər. Amma 10 gündür ki, ərizə hələ yazılıb qutarmır. Yazıb mənə verdi. O da deyirsən ki, bir işə yaramır. Nənə, onu kim yazıbdır? Nə bilim, sənin kimi bir oğlan. Nənə, get bunları öyrən. Gəl, sabah kağızını yazaram. Nə bilim, ömrün uzun olsun. İndi deyirsən sabah gəlim. Yaxşı, zəhmət verdim, sağ ol. Deməli, növbəti gün, o birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Görüşdük, danışdıq. Artıq birinci gəlişində anabacını yola salandan sonra deyir ki, müəllif deyir ki, get öyrən gəl. O birisi gün də gəlir görür ki, artıq anabacı onu gözləyir. Gəlir ki, nənə oturub məni gözləyirdi. Burada artıq ikinci gəlişidir anabacının. Görüşdük, danışdıq. Ruhunun ən incə tellərinə toxundum. Birincidə müəlliflə gəlmişdi, ikincidə özü gəlibdi. Ruhunun ən incə tellərinə toxundum. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək, burada deməli müəllif anabacını yəni həm zavallı adlandırır, həm də yaralanmış dişi aslana bənzədir. Əvvəlləri çox dalğın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinc dolu bahar günlərindən danışmağa başladı. Artıq biz əvvəlki gəlişində gördük ki, müəllifin ailəsi ilə tanış oldu. İndi burada görürük ki, deməli, sevgi, sevinc dolu günlərindən danışdı. Amma birincide sevinc dolu günlərindən danışmamışdı. Bir qədər gülüşdük, əyləndik, hətta adını belə öyrəndik. İkinci gəlişində artıq biz görürük ki, anabacının adını öyrənirlər. Adı anabacı idi. Nəhayət ortalığa yenə ərizə məsələ atıldı. Nənə, dediklərimi oğlundan öyrənə bildinmi? O qəti bir səslə, öyrəndim oğlum, sən yaz ki, naçalnik oğluma bir kağız versin. Nə kağız versin? Kağız versin ki, o yoxsuldur, 6 baş adam saxlar, özü də qızdırma içində yanır. Nənə, o kağızı naçalnik vermir. Yox, sən yaz ki, naçalnik versin. Hansı naçalnik? Nə bilim, sən elə naçalnik yaz. Qollarım ümidsiz bir halda yanıma düşdü. Bir anama baxdım, bir də dönərək anabacına gözlü süzdüm. O da heyrətlə mənə baxırdı. Anam dedi, oğlum, qalx, anabacı ilə bərabər get, oğlu əhvalatı sənə desin. Anası məsləhət görür ki, müəllifin get, anabacı ilə get, oğlu sənə əhvalatı danışsın. Anabacının üzü gül kimi açıldı. Ay atana rəhmət, belə yaxşıdır, dedi. Qalxdım, bərabər getdik. Yolda soruşdum, nənə, eviniz haradadır? Burada artıq anabacı evin təxmin deyək ki, ünvanını deyir. İkinci küçə var. Ha, bax, ikinci küçə var, ha. Əllərlə uzaqları göstərir. Orada oluruq. Çox uzaq deyil. Mən hər gün buralardan gəlib keçirəm. Xeyli getdikdən sonra dar bir dalan başında anabacının evinə yetişdik. Kiçik, qaranlıq bir otağa girdik. Otaq kasıb döşənmiş 4-5 şəlbədən ibarət idi. Biz gələcək gün əsərində də Firudingilin evinin belə təsvirini görürdük ki, yəni orada da kasıb bir daxma təsvir olunmuşdu. Burada da eynən elə bir təsvir verilir. Bir tərəfdə anabacının zəhrəsi dururdu. Zəhrə haqqında deyim ki, zəhrə nə deməkdir? Zəhrə kənd yerində bu yun əyirmək üçün istifadə olunubdu əvvəllər, amma hal-hazırda da bəzi kəndlərdə qalmaqdadır. Get-gedə öz əhəmiyyətini itirsə də, bəlkə də gənc nəsil bilməz nədir, amma əvvəllər yun əyirmək üçün istifadə olunub. Otağın baş tərəfində xəstə oğul ata-baba yatağında uzanmışdı.
Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan bu gəncin san bənizinin yanaq sümükləri çıxmış, qalın qara qaşları altında rəngsiz gözləri sönük-sönük parıldayırdı. Anabacı qapıdan içəri girincə görüşməyə belə imkan verməyərək titrək və şikayətli bir səslə: "Ata baba, başın üstün, sən dediyin kimi demişdim. Bu oğlan elə kağız yazılmaz deyir. İndi gətirmişəm, sən özün deyə yazsın." Gənc utancaq bir vəziyyət aldı. Mənə yer göstərərək: "Buyur otur," dedi. Görüşdük, danışdıq. Sonra üzünü mənə tutaraq: "10 gündür gedir gəlir, bu kağızı yazdırıb başa çıxara bilmir," dedi. Nəhayət məlum oldu ki, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq bir ərizə ilə xidmət etdiyi idarəyə verib pul və ərzaq istəyirmiş. Anabacının anlada bilmədiyi məsələ bundan ibarət imiş. Vəsiqəni və ərizəni yazıb verdim. Razı qaldılar. Müəllif deməli vəsiqəni və ərizəni yazıb verir, razı qalırlar. Evə dönərkən anabacı qızğın dualarla məni qapıya qədər ötürdü. Anabacı dua eləyir buna gedərkən. Xəstə oğluna sərf etmək üçün ovcuna bir qədər pul bastım. Almadı, zor güclə qəbul etdirdim. O utancaq və titrək bir səslə: "Yaman gün görməyəsən oğlum, inşallah mən də xəcalətindən çıxaram," dedi. Biz ayrıldıq, lakin onun buraxmış olduğu xatirə hələ zehnimdən silinməmiş, qəlbimdə yaşayırdı. Onu hər gün xatırlayırdım. Bu hadisədən 4 ay keçdi. Deməli, bu müəllif kömək elədi onlara, biraz da anabacıya pul verdi və çıxdı gəldi evə. Bu hadisədən də 4 ay keçdi. Nədənsə qəlbimdə o məsum qocanı görmək, onunla danışmaq arzusu gündən-günə artırdı. Məşğələmə gedəndə ya evə dönərkən daima gözlərim küçələrdə onu axtarırdı. Günortadan sonra idi, qapı yavaşca açıldı. İçəri qoca və zəif bir vücud girdi. Bir də gördüm anabacı. O saat yerimdən sıçradım, görüşdük, oturdu, danışdıq. Söhbətimiz çox uzandı. Sonra çarşabı altından bir corab çıxarıb, deməli, gəlir müəllif görür ki, artıq 4 ay keçəndən sonra gəlir görür ki, anabacı bunlardadır, oturub söhbət eləyirlər və bir corab çıxardı. Deyir ki, al sənin üçün gətirmişəm bunu. Corabı alır, sağ ol nənə, qış gəlib, soyuqlar düşüb. Görünür məni unutmamışsınız deyincə məğrur bir səslə: "Bir şey deyil, özüm toxumuşam," dedi. "Özünüz toxuduğunuz üçün qiymətlidir," dedim. Biraz sonra bu qoca və düşkün qadın əl tutmaq məqsədilə bir qədər pul vermək istəyərkən dik-dik üzmə baxdı, sərt bir səslə. Biz Vaqif əsərində də Əlinin qaynanası, hansı ki Əminə xanım, deməli, corab vermişdi Əliyə. O, eynən onunla müqayisə etmək olar burada da corab məsələsini. "Bu nədir? Mən bunu sənə satmaq üçün gətirməmişəm. Onun üçün bazar var. Bunu sənə bəxşiş gətirmişəm," deyə əllərini çarşabının altında bir-birinə sıxaraq saxladı. O bu sözləri deyərkən gözlərindəki ildırımlar ta qəlbimin içində partlayan kimi oldu. Yoxsul, miskin bildiyim bu qadın bu qədər qəhər və hiddəti qarşısında biixtiyar titrədim. Hər zaman hüzn, istirabla məni yaralayan bu miskin qadın bu dəfə məğrurluğu ilə məni qorxutdu. Bir daha üzünə baxdım. Bu dəfə üzünə qəhər və hiddət qığılcamlarının yerinə vəzifələrini bitirmiş olanlara məxsus qürur rəngi çökmüşdü. Gözlərinin baxışı, ziyası, qəlbinin rahat-rahat döyündüyünü göstərirdi. Heç bir zaman görmədiyim bu rəng, bu işıq nədən doğmuşdu? Mən indi yalnız bunu düşünür, bu sirri kəşf etməyə çalışırdım ki, birdən-bir anabacının səsi qulağımda təkrar səsləndi. "Oğlum, sənə isti köynək toxumaq istəyirdim. Kasıblığın üzü qara olsun. Yunum, ipim çatmadı. Mənim üçün bu da çoxdur, nənəcan," dedim. "Yox oğlum, yox," dedi və üzündəki gözlərindəki o rəng dərhal insafsız bir əl tərəfindən silinmiş kimi oldu. Çöhrəsi rəngdən rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır, bir çox köhnə dastanları anladırdı. Köhnə nəslin son qəhrəmanı olan bu qadın müəllif anabacını həm də köhnə nəslin son qəhrəmanına bənzədir. Hələ qarşımda oturmuş, mənə meydan oxuyur. Həm də ata-babadan qalma keçmiş əxlaq və səciyyələrini, bütün həl və hərəkətləri ilə mənə anladırdı. Artıq yarım əsl əvvəlin canlı tarixi olan bu qadın nəzərimdə daha böyümüş, daha canlanmış. Sanki mənə yoxsul olsam da qəlbim geniş, ruhum ucadır demək istəyirdi. Çox gözəl, bunu mən də etiraf edirəm. Lakin ey yüksək qadın, söylə, 60 illik səfil bir həyatın sənə yükləmiş olduğu ağır yüklər, belini bükmüş, gözlərinin nurunu almış, dizlərinin taqətsiz etmiş olduğu halda necə olmuş ki, qəlbinə, ruhuna toxunmamışdır? Sən bunu mənə anlat.
Bu dəfəlik inşallah bu qədər. Növbəti dərslərimiz də inşallah gələcək.